Salam əziz izləyicilərimiz, xoş gördük. Hər vaxt xeyir olsun. Qeyd edeyim ki, Masazırda məscidin yanında 525'in əsas 525 marşrutunun yanında normal belə bir 2 otaqlı evimiz çıxıb satışa. Evimizin 7 daş kürsünün üstündədir. Gazıdır, suyudur, işıqdır, hamısı şotçiklərlə qaydasındadır. Tam olarak 55 kvadrat, ümumi 55 kvadrat evdir. Ev satılır bütün eşyasıyla bir yerdə. Yani evimizin həyəti yoxdur, ancaq belə maşın saxlaya bilərsiniz. Burada imkan var maşın saxlamağa. Evimizdə həyətdə nə varsa budur. Burada görsənənlərdir. Evimizin sağ tərəfində belə bir boş yeri var. Əlavə 5 dərəcə zaten hamısını yığa bilərsiniz. Əziz izləyicilərimiz, qeyd edeyim ki, evimiz tam əşya ilə, evin içində nə görürsünüzsə heç nəyə əl vurulmur. Kombidir, kondisionerdir, kuxna mebelidir. Hamısı evin içində qalır. Evin içində hamısı qalır. Buradan evimizin girişində sol tərəfində belə bir hamam otağı var. Bütün aksesuarlar da yığılıb, hamısı hazırdır. Burada duş kabini var. Belə qəşəng bütün aksesuarlar da hazır. Duş kabinamızda bu cürlə yığılıb, heç nəyə maşaqçılıq eləmir. Suyun zadın əlavə qırağa axmağına. Demək, bu da təzə qoyulmuş kombimizdir. Demək olar ki, heç istifadə olunmuyor. Yəni bütün hər bir şey qaydasındadır. Buradan keçdik. Demək, evin girəcəyi zal, qonaq otağımızdır. Bunu qəşəng formada çəkirəm, hamınız izləyin. Demək, qonaq otağımızın sol tərəfində kuxnadır. Bu qonaq otağımızı, qonaq otağını ətraflı çəkeyim, sonra kuxna ilə sizi tanış eləyərəm. Bu cürlə pərdələridir, lüstrlarıdır, evdə olan bütün əşyalardır, heç nəyə əl vurulmur, hamısı evin içində qalır. Buradan keçək, sizi kuxna ilə tanış eləyim. Belə gözəl bir evin içində zalın addelini olan, birbaşa həyətə baxan, pəncərəsi həyətə baxan belə bir kuxnamız var. Kuxna mebeli de hazırdır. Bu cüründən nə var, nə görürsünüz, evin içində qalır. Səhv eləmirəmsə, evin içində bir dənə götürüləcək kondisionerdir. Kondisioner götürülür də, ha? Evin içində bir dənə kondisioner götürülür. Demək, zaldan da keçdik, belə bir yataq otağımız var, amma geniş yataq otağıdır. Yəni xırda deyil, haradasa bir 18-20 kvadrat olar. Burada da nə görürsünüz yataq otağında evin içində qalır. Qeyd edeyim ki, evimizin qiyməti 45.000 manat. Evimizin sənəti, bələdiyyə sənətidir. Satışı 45.000 manatdır. Sahibi, reallıq olarsa sahibinə birbaşa əlaqə qiymətdə endirim olar inşallah. Bu cürlə bir yataq otağıdır. Yeni də qeyd edirəm, evimiz yerləşir Masazırda 525 marşrutun düz yaxınlığında, Masazır məscidinin düz böyründədir. Yəni evin gəliş-gediş yeri çox rahatdır, çox əladır. Sağ olun, var olun, Allah'a əmanət olun. Yeni də qeyd edelim, evimizin ilkin qiyməti 45.000 manatla satışa çıxır. Real alıcılara ev sahibi tərəfindən qiymətdə danışmaq olar.